Salam, salam. Bugün gəlmişik Turgut Travel izləyiciləri üçün dünyanın 7 möcüzəsindən biri görməyə. Qarşımıza gördüyünüz Tac Mahal Hindistanın simvollarından biri. Tac Mahal haqqında əslində çox rəvayətlər var, amma ən çox belə məşhur olan rəvayəti danışım sizə. Deməli deyirlər ki, bu tiklini Mumtaz Mahalın şərəfinə Şahcahan həsr edib ki, Mumtaz Mahal Şahcahanın yoldaşı olub və 14-cü doğumunda rəhmətə gedib və o da deyib ki, Şahcahan da deyib ki, elə bir tikli tikməliyəm ki, dünya var olduğu müddətdə, mən var olduğu müddətdə ən möhtəşəm abidələrdən biri olsun. Ona görə də dünyanın hər yerindən memarlar gətirib və əsas deyimlərə görə əsas bu abidənin tiklisində ən önəmli memarlardan biri İran memarlığı və İran memarı olduğuna görə siz görəcəksiniz ki, bu tiklinin motivlərində İslami motivlər var. Məsələn, minarə əslində Hinduların dinində minarə yoxdur, amma siz arxada da görürsünüz minarələr var və bu minarələr də düz yox, biraz kənarlara doğru meyli tikilib. Bunun da səbəbi odur ki, hər hansı bir zəlzələ olanda bu minarələr Tac Mahala zərər verməsin. Tac Mahala gəlirsinizsə, siz Agra şəhərinə gəlməlisiniz Hindistana və Agra şəhərinə gəlirsinizsə, Hindistanın mərkəzindən, yəni Delhidən təxminən 3 saatlıq yol. Və Tac Mahala gələndə bütün günü Agra şəhərində olacaqsınız, bütün gündüz bura gedir. Ona görə də günün müxtəlif saatlarında mütləq şəkildə buranı görün. Səhər saatlarında, gün doğumu zamanı buranın görünüşü açıq çəhrayı rəngli olur. Gün ərzində ağ rəngdə olur və axşama doğru, gün batımına doğru isə qızılı rəngdə olur. Tam gecə aydın ay işığında isə mavi rəngdə olur. Həqiqətən mükəmməl bir tiklidir və UNESCO-nun dünya mirasına daxil olmuş bir tiklidir. Ona görə mütləq şəkildə gəlin, Turgut Travel müraciət edin, onlardan uyğun qiymətlər alın.